Bu təbii tənzimlənməlidir. Bir sinifin, mən tarixdən dərs deyirəm bir sinifə, fərz edeyim. Mənim bu il sinifimin ortalama qiyməti 72-dir. Məni çağırırlar. 70-dən aşağı olanda avtomatik müqaviləyə xitam verilir. Bu müqavilə şərtlərində, əmək müqaviləsi şərtlərində nəzərdə tutulmalı. 72-dirsə məni çağırırlar, deyirlər ki, sizə 1 il möhlət veririk. 1 ildən sonra sinifinizin qiymətləndirilməsində bal 76-dan aşağı olacaqsa, sizin əmək müqavilənizə xitam veriləcək. Onda repetitorluğa heç kim qaçmayacaq. Onda hər kəs öz bildiyini sinifdə öyrədəcək. İndi müəllim nə edir? Müəllim girir sinifə, görür Həsən, Hüseyin, Vəli, Gülnar, Laman, bunlar yaxşı başı tərpənən tələbələrdir. Deyir, siz evə gəlin məndən məşğul olmalı. Falan məndən də orada güya dərs keçirmiş kimi davranır. Amma o sinifin aşağı olanda, o müəllimliyi itirəndə və s. itirəndə artıq onda sinif qarşısında hesabatlı olacaq. 3 ildən sonra görəcəksiniz ki, bir dənə fərdi repetitor və yaxud da kursları yoxdur. Müəllim dərsdə öyrədə bilir artıq.